Tel-Avivdə baş verən insident Gürcüstanda təkcə bir məişət münaqişəsi kimi deyil, həm də cəmiyyətin ədalət hissəsini sınağa çəkən hadisə kimi qiymətləndirilir. Yayılan video kadrlarda da görünür ki, toy məclisində iştirak edən insanlara qarşı Rus turistlər tərəfindən mehmanxananın eyvanından təhqiramiz ifadələr səsləndirilib, nəcisləri toy iştirakçılarının üstünə, daha sonra isə səs avadanlığının üzərinə su tökülüb. Toy iştirakçıları tərəfindən bir neçə dəfə bu hərəkətin düzgün olmadığı vurğulansa da, qarşı tərəf buna məhəl qoymayıb. Bu hərəkətlərdən sonra vəziyyət gərginləşib və tərəflər arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı Gürcüstan vətəndaşı olan bir şəxs qadına fiziki zorakılıq göstərdiyi üçün hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Burada ilk növbədə bir məsələni açıq şəkildə demək lazımdır. Fiziki zorakılıq heç vaxt qəbul edilə bilməz. Kimliyindən, milliyyətindən və ya cinsindən asılı olmayaraq heç kimin başqa bir insana əl qaldırmaq haqqı yoxdur. Qanunu pozan şəxs məsuliyyət daşımalıdır və saxlanılan şəxslə bağlı hüquqi prosedurların aparılması tamamilə qanuna uyğundur. Lakin hüquqi dövlət yalnız hadisənin sonuna baxmır, hüquqi dövlət hadisənin necə başladığını da araşdırır. Faktlardan da bəlli olduğu kimi qarşıdurmanın başlanmasına səbəb toy iştirakçılarının açıq şəkildə təhqir edilməsi, onların ləyaqətinin alçaldılması və qəsdən təxribat xarakterli davranışlar olubsa, bu faktlar da eyni ciddiliklə araşdırılmalıdır. Çünki qanun yalnız yumruğu görməməlidir. Qanun həmin yumruğa gətirib çıxaran qanun pozuntularına da hüquqi qiymət verməlidir. Ədalət seçici ola bilməz. Bir tərəfin məsuliyyətə cəlb olunması, digər tərəfin isə məsuliyyətdən kənarda qalması cəmiyyətdə haqlı suallar yaradır. Əgər kiminsə hərəkətləri qarşıdurmanı məqsədli şəkildə alovlandırıbsa, əgər insanlar təhqir olunub, onların xoş günü və ictimai asayişi qəsdən pozulubsa, bu əməllər də qanun çərçivəsində qiymətləndirilməlidir. Gürcüstan qonaqpərvər ölkədir. Bu ölkəyə gələn hər bir əcnəbi özünü təhlükəsiz hiss etməlidir. Ancaq bunun qədər vacib olan başqa bir prinsip də var. Gürcüstanın vətəndaşları da öz ölkələrində hörmət görməlidirlər. Heç kim hansı ölkədən gəlməsindən asılı olmayaraq insanlar təhqir etmək, onları alçaltmaq və sonra baş verən hadisələrə görə bütün məsuliyyəti yalnız qarşı tərəfin üzərinə qoymaq hüququna malik deyil. Qonaq olmaq məsuliyyətdir. Bu məsuliyyət isə ev sahibi olan ölkənin qanunlarına, mədəniyyətinə və insanlarına hörmət etməklə başlayır. Bu hadisə bir daha göstərir ki, emosiyalar hüququ əvəz etməməlidir. Nə təhqir normaldır, nə də zorakılıq. Hər iki hal cəmiyyət üçün təhlükəlidir. İctimaiyyət bu iş üzrə istintaqın tam obyektiv və gərəzsiz aparılmasını gözləyir. Əgər fiziki zorakılıq törədən şəxs məsuliyyətə cəlb olunursa, qarşıdurmaya səbəb olan təhqir və təxribat xarakterli hərəkətlər etmiş şəxslərin davranışlarına da eyni hüquqi prinsiplərlə qiymət verilməlidir. Çünki hüququn aliliyi yalnız nəticəyə baxmaq deyil, hüququn aliliyi hadisənin bütün səbəblərini araşdırmaqdır. Qanun milliyyət tanımır, qanun emosiyalara əsaslanmır, qanun yalnız faktlara söykənməlidir. Məhz buna görə də Tel-Avivdə baş verən hadisədə cəmiyyətin əsas gözləntisi çox sadədir. Hadisənin bütün iştirakçılarına eyni hüquqi meyar tətbiq olunsun. Kim qanunu pozubsa, kim qarşıdurmaya səbəb olubsa, kim zorakılıq edib və kim təhqir edib, hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir. Yalnız bu halda cəmiyyət ədalətin bərpa olunduğunu hiss edəcək. Çünki həqiqi ədalət yalnız nəticəni deyil, ona aparan bütün yolu görəndir.